Millət artıq ha bu robotla hündür binalarda pəncərə təmizləyərkən yıxılıb xosunbay olmaq qorxusuna son. Texnohomdan həblə bir robot aldım. Gəlin görək nə təbii şeydir. İçindəkilər 3 ədəd əlavə təmizləmə bezi, adaptörü, şunuru, munuru, su qabı, pultu və robot pəncərə silənin özü. Testimizə bu lılığa axan pəncərəmizdən başlayaq. İlk öncə susuz quru təmizləmə ilə başlayırıq. Siftə. Pəncərə çox çirklidirsə su rejimindən istifadə eləmirsən. Çünki onda tozu palçıq eləyib yayacaq. Su doldurma çənidəki robotun aşağısındadır. Birinci qəşəng avtomatik quru təmizləmə rejimində qoydum, tozları zad yığışdırdı. Görün bezi nə günə qaldı. Çirkli bezi çıxardıb, taxdıq təmizi. Sonra da pultu ilə keçdim sulu təmizləmə rejiminə. Əvvəl qaşaq su pıskırdıb silir. Amma mənə görə ən yaxşısı özün pəncərəyə şampunlu sprey vurub, sonra da quru təmizləmə rejimində pəncərəni silməkdir. Əvvəl nəticə daha əla olur. Ətədir millət. Altı üstü baxın nəticəyə. Görün nə qaşaq təmizliyirdi. Bu robotdan zəif yerləri isə pəncərənin kücləridir. Yəni cıqqan oralarda bir şeylər qalır. Bezi taxarkən biraz kənarları dartanda, yəni baxın bez biraz əvvəl qırağa çıxanda pəncərənin kənarlarını daha yaxşı silir. Robot bitdən düşər deyə qorxmayın çünki vakuumu çox moşnudur. Amma üzərində belə təhlükəsizlik ipi də var. Bu nə bilim istədiyiniz bir yerə taxa bilərsiniz ki, bitdən də indi pəncərədən sürüşsə yerə düşməsin. Bitdən işlədiyi yerdə toku çıxsa nə olar? İçində təhlükəsizlik akkumulyator var, yəni yarım saat düşmədən qalacaq. Ancaq işləməsi, təmizləməsi üçün mütləq toka taxılmalıdır. Bəli, kaferlərin zadın üstündə də işləyir. Robotu tam əl rejimi ilə də avtomatik olmadan pultla idarə eləmək olur. Həqiqətən çox lazımlı icaddır. Cıqqılı toza görə həyatı risk atmağa dəyməz. Yoxsa bu pəncərələr əl çatmayan yerlərini silmək zülm idi. Qoy pəncərəyə təmizləsin, sən də öz işinlə məşğul ol. Məhsulu Əhmədli Bravo'nun içində yeni açılmış Texnohomdan aldım. Özdə hal-hazırda da bu pəncərə təmizləyən 27% endirimdədir. Məncə bu fürsəti dəyərləndirin. İnşallah növbəti Əndirabadi məhsullarda görüşərik.